Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın sınaq toplusundan 33-cü sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, insanın yetkin qaraciyər hüceyrəsində nüvəcik varsa hansı struktur formalaşmamış ola bilər? Demək, burada söhbət xromosomlardan gedir. Əgər xromosomlar formalaşmış olsaydı nüvəcik itəcəkdi. Çünki xromosomlar formalaşan zaman xromatin sapları sıxılır və sıxıldıqca da nüvəcik itir. Yəni, əgər nüvəcik varsa hələ də, deməli xromosomlar spirallaşmayıblar. Yəni formalaşmayıblar, daha doğrusu. 3 hörümçək və 5 əqrəbdə olan traxeya dəliklərinin sayı neçə olar? Hər hörümçəkdə bir cüt traxeya dəliyi olur. 3 hörümçəkdə 3 olsun 2, yəni bir cüt. Dediyinə görə burada 2 ədəd götürürəm. 6 ədəd traxeya olacaq. Hər əqrəbdə də 4 cüt, yəni 8 ədəd olur. 5 əqrəbdə də 40 ədəd traxeya olacaq. Hər bir traxeya da xarici bir dəliklə açılır. Əgər 46 ədəd traxeya varsa, deməli 46 dənə də dəlik var. Bu da B bəndinə verilmişdir. Sonra 3-cü suala baxaq. Deyir, ilk bitki toxumalarının yarandığı dövrə aid olmayan seçin. İlk bitki toxumaları Ordovikdə yaranmışdır. Ordovikdə demək örtük, ötürücü və mexanik toxumalar yaranmışdı. Aid olmayan deyir. Adi deyir ki, göbələklər quruya çıxmışdı. Bəli, Ordovikdə göbələk və bitkilər quruya çıxdı. Onurğalarda sümük toxuması yarandı. Zirehlər meydana gəldi. İlk bitki orqanları yarandı. Bəli, gövdə və yarpağı yarandı Ordovikdə. İlk çənağızlı onurğalar yaranmışdı. Bu Ordovikdə deyil, Silurda baş vermişdi. 4-cü sualda deyir ki, şərtsiz və şərti reflekslər təlimini yaratmışdır. Bu Pavlovun işidir. Uyğunluğu müəyyən edin. Demək, Pavlov verib, Sechenov verib və Dekart verib. Refleks anlayışını elmə gətirən Dekart olmuşdur. Baş beyin refleksləri kitabının müəllifi demək Sechenov idi. Sonra 3-də deyək ki, analizatorlar. Analizator demək, ümumiyyətlə reseptorlar, duyğu orqanlarına əmələ gələn oyanmanı demək, beyninə çatdıran hissi yol və mərkəz. Bu üçü birlikdə analizator adlandıran Pavlov olmuşdur. Və şərti və şərtsiz reflekslər təlimini yaradansa, yenə də Pavlov olmuşdur. O zaman 1-ə C-dir, 2-yə B və 3-ə də A aiddir. Sonra 6-cı sualda deyir ki, verilənlərdən neçəsi respirator virus xəstəliklərinə aiddir. Burada qripi götürəcəyik, üzökəmi götürəcəyik, bir də COVID-19-u götürəcəyik. Yəni 3-ünü götürəcəyik, o da C bəndində verilmişdir. Uyğunluğu müəyyən edin, şərti və şərtsiz reflekslər verilmişdir. Deyir, anadan gəlmə olur. Anadan gəlmə olan hansıdır? Anadan gəlmə olan şərtsiz reflekslərdir. Yaranması üçün xüsusi qıcıq tələb olunur. Şərtsiz reflekslərin yaranmasına xüsusi qıcıq tələb olunur. Refleks qüvvəsi böyük yarımkürələr qabığından keçir. Yarımkürələr qabığından keçən şərti reflekslərdir. Orqanizmi mühitin dəyişən şəraitə uyğunlaşdıran şərti reflekslərdir. Sinir sisteminin nəzarəti altına həyata keçirilir. Demək, hər ikisi ortaq tərəflərdir. Növün bütün fərqlərini əhatə edən şərtsiz reflekslərdir. O zaman deməli X-ə aid oldu 3, 4, Y-ə aid oldu 5 və Z-ə də aid oldu 1, 2, 6. Burada X verib, bu Z olacaq. 1, 2, 6, bu da B bəndinə verilmişdir. Yəni 7-ci sualda cavab B bəndi olacaq. Keçək 8-ci suala. 8-də deyir ki, Pavlovun şərti reflekslər öyrənərkən itlər üzərində apardığı təcrübə zamanı lampa işığına qarşı ağız su ifrazı, ağızda qida olan zaman ağız su ifrazı, qida verilmədən yandırılan lampa işığı anlayışlarını müvafiq terminlərlə adlandırın. Demək, burada lampa işığına qarşı ağız su ifrazı. Lampa işığı yanarkən ağız su ifrazı olunubsa, artıq burada şərti refleks yaranıb deməkdir. Yəni, şərti refleksdir bu. Birinci şərti refleksdir. Sonra, ağızda qida olan zaman artıq ağız su ifrazı olunursa, burada şərtsiz refleksdir. Qidaya qarşı burada yaranıb. Qida verilmədən yandırılan lampa işığı isə təsirsizdir. Heç bir təsiri yoxdur. Çünki hələ şərti refleks yaranmayıb. Təsirsiz qıcıqlandırıcı. Demək, biri oldu şərti refleks, ikinci oldu şərtsiz refleks və üçüncü oldu təsirsiz qıcıqlandırıcı. Bu da 8-də C bəndində verilmişdir. Baxaq 9-cu suala. Heidelberg adamının alt çənə sümüyü müasir insanın alt çənəsinə bənzəyirdi. Dişlərinin quruluşuna görə, dişləri deyildi iri olsa da quruluşuna görə müasir insana bənzəmişdi. Yəni ona görə də cavab burada D bəndi olacaq.
Demək, davranışları idarə edən amilləri seçin. Daxili tələbatlar, şərtsiz reflekslər, xarici şəraiti, həm də şərti reflekslər. Yəni bunların hər biri davranışları idarə edən amillərdir. Cavab E bəndə olacaq. Çoxhüceyrələrin yaranmasına ilk addım hesab olunur. Deməli, hüceyrələrin 2 qatda yerləşməsi. Elə ki, əmöbə bənzər hüceyrələr koloniyanın daxilinə, qamçılılar isə xarici qatında toplanmışdılar və bu da çoxhüceyrələrin yaranmasında, hüceyrəliyin yaranmasına daha doğrusu ilk addım hesab olunur. C bəndə uyğun cavabdır. Sonra 12-ci sualda deyir ki, ilk birhüceyrəli heyvanlar yaxalıqlı qamçılılar olmuşdu. Onlar deməli əmöbə və yaxud da ki, qamçılı ibtidailərə bənzəyirdilər. İlk çoxhüceyrəli heyvanlar, bunlar da demək lövhə şəkilli orqanizmlər olmuşdu. Demək, sual işarəsinin yerinə yazıla bilər, soruşur. Daxili tormozlama və xarici tormozlama. Xarici tormozlamaya aid olanı istəyir bizdən. Xarici tormozlama başqa sözlə şərtsiz tormozlanma idi. Daxili tormozlama isə şərti tormozlanma idi. Və xarici tormozlanma məsələn güclü bir səsin təsirindən baş verə bilərdi. Səmt refleksi yaranırdı bu zaman. Ona görə də xarici tormozlamaya aid olanı 2 və 3-ü götürə bilərik. Bu da C bəndində verilmişdir. Hansı xəstəlik 3 müxtəlif varlıq tərəfindən törədilə bilər? Söhbət meningitdən gedir. Meningit həm ibtidailər, həm viruslar, həm də bakteriyalar törədir. Uyğunluğu müəyyən edin. Ətraf mühitə uyğunlaşmanın ali formasıdır. Düşüncəli fəaliyyətin yüksək səviyyədə inkişafıdır. Ətraf mühitə uyğunlaşmanın ali forması düşüncəli fəaliyyətdir. Düşüncəli fəaliyyətin yüksək səviyyədə inkişafı isə təfəkkürdür. Yəni 16-da B bəndə uyğun cavab olacaq. 17-yə baxaq. Analiz əsasında aparılan təfəkkür əməliyyatı mücərrədləşdirmədir. Sonra 18-də virus xəstəliklərinin müalicəsində antibiotiklərdən istifadə edilə bilərmi? Edilə bilir. Düzdür, antibiotiklər birbaşa viruslara təsir etmir, bakteriyalara təsir göstərir. Amma antibiotiklər viruslara deməli birbaşa təsir etməsə də virus xəstəlikləri zamanı deməli kənar infeksiyaların, yəni ümumiyyətlə virusdan kənar hər hansı bir müdaxilə olarsa, orada infeksiyaların ağırlaşmasının qabağını alır. Ona görə də burada D bəndə uyğun cavabdır. Bakteriyalar xəstəliklərə aid olanları seçin. Baxaq burada. Demək, A bəndində çək verilib, çək viruslar tərəfindən törədilir. Uyğun deyil. C-də hepatit var, viruslar tərəfindən törədilir. D-də deməli enterobioz qut xəstəliyidir, bu da deyil. E-də də quduzluq var, bu da deyil. Elə sadəcə biz B bəndinin uyğun cavab kimi götürəcəyik. Həm viruslar, həm də bakteriyalar tərəfindən törədilə bilər. Faringit və meningit. Faringiti virus və bakteriyalar, meningiti isə virus, bakteriyalar və həmçində ibtidailər törədirdi. Yəni, burada ikisini götürəcəyik. Bu da B bəndində verilib. Qurunç sularının tərkibində mikroorqanizmlərin az olmasının səbəbi nədir? Çünki qurunç suları torpaq qatlarına keçir və keçərkən də süzülür. Süzülərkən də mikroorqanizmlərin miqdarı azalır. Yəni, burada D bəndə uyğun cavabdır. Torpaq qatlarından süzülərək toplanması. Suda olan mikroorqanizmləri zərərsizləşdirmək məqsədilə tətbiq olunan dezinfeksiya üsuluna aid olanı seçin. Dezinfeksiya üsulunda demək istifadə olunur xlorlaşdırma və ozonlaşdırma üsullarından. İndi burada ozonlaşdırma verilib, yəni C bəndə uyğun cavab olacaq. Hansı mühit mikroorqanizmlər üçün əlverişli deyil? Hava mühiti mikroorqanizmlər üçün əlverişli deyil, amma buna baxmayaraq orada bakteriya və göbələk sporlarına, həmçinin də vərəm çöpləri, onlar daha çox demək uzun müddət yaşaya bilirdilər, yəni uzun müddət həyatçılıq qabiliyyətlərini saxlayırdılar havada. Amma əlverişli mühit deyil deyilsə, biz burada havanı götürəcəyik elə. Atmosferdə karbon qazının miqdarı demək nə zaman artar və yaxud da ki, nə zaman azalır. Karbon qazı ümumiyyətlə atmosferdə nə zaman artar? O zaman artar ki, fotosintez azalsın, fotosintez zəifləsin. Fotosintez də nə zaman getmir? Gecələr. Ona görə də gecələr karbon qazının miqdarı artacaq. Turş yağışlarının əmələ gəlməsinin səbəbi nədir? Turş yağışlar karbon qazının, azot dioksid və yaxud da ki, kükürt dioksidin su ilə qarşılıq təsirindən əmələ gəlir. Bu üçünün su ilə qarşılıq təsirindən. İndi burada oksigen verib A bəndində, C-də, D-də hidrogen verib, yəni E bəndi uyğun cavabdır. Burada azot dioksid, su buxarı və oksigen üçü birlikdə nitrat turşusuna əmələ gətirəcək və turşulu yağışlar deməli yağacaq yer üzərinə. Ona görə də burada E bəndi uyğun cavab olacaq. Təbiətdə fosfor dövranının əsasını təşkil edir. Fosforun qurudan okeana, okeandan quruya deməli daşınması. Yəni burada litosferdən hidrosferə, hidrosferdən litosferə daşınması, yəni A bəndinin uyğun cavab olaraq götürəcəyik.
Sonra 27-ci sualda bioloji müxtəliflik dedikdə nə başa düşülür? Genetik növ və biogeosinus müxtəlifliyi, yəni D bəndi daha əhatəli cavab olacaq. Sonra 28-də bir-birinə zərər vermədən birlikdə yaşama üsulu necə adlanır? Neytralizm. Uyğunsuzluğu müəyyən edin. Tropi dəyişiklik deməkdir, uyğundur. Atmos buxar deməkdir, litos daş deməkdir, hidros su deməkdir, hidros su deməkdir. Stratum, səhv etmirəmsə, təbəqə deməkdir. Burada B bəndində qaz verilib bu. Yanlışdır burada. Uyğunsuzluq elə B bəndindədir. 30-cu testdə atmosferin yuxarı sərhədində hansı canlılar yaşayır? Bakteriya və göbələk sporları, D bəndi. Biosferin yuxarı və aşağı hüdudları arasında fərq neçə kilometrdir? Biosferin yuxarı hüdudu atmosferin 35 kilometr hündürlüyüdür. Orada demək yaşayır, bakteriya və göbələk sporları. Aşağı isə litosferin 12 kilometr dərinliyidir. Orada da neft yataqlarında anaerob bakteriyaları yaşayır. Yəni 35 kilometr hündürlük və 12 kilometrlikdə dərinlik. Onların arasında fərq 23 kilometrə bərabərdir. Bu da C bəndində verilmişdir. Uyğunluğu müəyyən edin. Barbara McClintock bu qarğıdalı bitkisinin xromosom xəritəsini tərtib etmişdi. Kermülüs polimeraza zəncir reaksiyalarını aparmışdı. Ingo Patricus isə qızıl düyünü əldə etmişdi. Nərgizdən aldığı genləri düyü bitkisinə yerləşdirərək qızıl düyü bitkisini əldə etmişdi. Deməli, ardıcıllıq belə oldu. B, A və C ardıcılığı. B, A, C-də B bəndində verilmişdir. Ingo Patricus və onun əməkdaşlar tərəfindən alınmış bitki hansı vitamin çatışmazlığının olan təravəti aradan qaldıra bilər? Burada söhbət qızıl düyü bitkisindən gedir. Qızıl düyü bitkisinin beta-karotin maddəsi sintezi olunur. Beta-karotin maddəsi də A vitamininin provitamindir. Yəni A vitamini olan təravəti aradan qaldıra bilər. Verilənlərdən biri geni modifikasiya olunmuş orqanizmlərin zərərli təsirinə aid deyil. Xərçəng riskini artırır. Bəli, artırır. Doğrudur bu. Zərərvericilərə qarşı yüksək davamlılığa malik olma. Zərərvericilərə qarşı yüksək davamlılığa malikdir və bu onun zərərli yox, əksinə üstün tərəfidir. Allergik reaksiyalara səbəb olur. Bəli, genetik zəhərlənmə baş verir. Doğrudur. İmmun sistemi zəifləyir. Çünki orada bakteriya və viruslardan istifadə olunur ki, deyir ki, antibiotiklərlə müalicəsi mümkün olmayan xəstəliklər yarana bilər. Ümumiyyətlə, immun sistemi zəifləyir. Yəni, burada E bəndi də doğru oldu. Sadəcə B bəndi demək yanlış cavab oldu. Çünki cildlər haqqında verilən fikirlərdən hansı doğrudur? Deyir, xromosom mühəndisliyin sahəsidir. Xeyr, özlərini yeniləmə qabiliyyətinə malik ixtisaslaşmış hüceyrələrdir. Xeyr, ixtisaslaşmış hüceyrələr deyil. Yalnız bədəndə yeni hüceyrə növünə çevrilə bilərlər. Həm bədəndə, həm də laborator şəraiti hər ikisində. Qeyd edək ki, həm embrional, həm də postembrional dövrdə fəaliyyət göstərir. Bəli, məsələn, embrional dövrdə blastula hüceyrələr, postembrional dövrdə sümüklü hüceyrələr. Bu doğrudur. Yalnız laborator şəraitdə xeyr. Dolayı yolla inkişaf edən canlıları seçin. Dolayı yolla inkişaf edən canlılarda sürfə mərhələsi olurdu inkişaflarında. Yəni, burada da biz balığı götürəcəyik. Balıqlarda demək sürfə mərhələsi olduğuna görə. Doğru fikri seçin. Klonlaşdırma gen mühəndisliyinin sahəsidir. Klonlaşdırma gen mühəndisliyinin sahəsidir. Bəli, doğrudur bu fikir. Fikirə deyək ki, ilk klonlaşdırılmış orqanizm meymun olmuşdur. Xeyr, Dolly olmuşdur. Qoyun idi. Doğru deyil bu. Nüvəsi çıxarılmış somatik hüceyrənin bütün əlamətləri klonlaşdırılmış orqanizmdə inkişaf edəcək. Nüvəsi götürülmüş somatik hüceyrənin bütün əlamətləri. Bəli, nüvə kimdəndirsə, hansı hüceyrədəndirsə, somatik hüceyrədəndirsə, onun əlamətləri inkişaf edəcək. Çünki nüvədədir xromosomlar, həmin xromosomun üzərində həmin orqanizmin genləri var. Doğrudur bu fikir. 4-də deyək ki, klonlaşdırmada nüvəsi çıxarılmış blastomeldən də istifadə etmək olar. Bəli, məsələn, meymunların klonlaşdırmasında bu üsuldan istifadə olunmuşdur. O zaman 1, 3, 4 doğrudur. Bu da C bəndində verilmişdir. Rüşemin inkişafı zamanı ziqotun parçalanması haqqında verilən fikirlərdən hansı doğru deyil? Ziqotun parçalanması digər hüceyrə bölünmələrindən onunla fərqlənir ki, parçalanma zamanı hüceyrələr bölündükdən sonra böyümürlər. Bu fikir doğrudur. Ziqotun uzunluğa istiqamətli bölünməsindən 2 ədəd bərabər ölçülü blastomer adlanan hüceyrələr əmələ gəlir. Bəli, ilk bölünmə uzunluğa istiqamətdə gedir. İlk 2 bölünmə ziqot da uzunluğa bölünür birinci və 2 ədəd bərabər ölçülü blastomer adlanan hüceyrələr əmələ gətirir. İkinci bölünmə eninə istiqamətli verib. Xeyr, uzunluğa istiqamətdə gedir. Blastula hüceyrə sayına və ölçüsünə görə ziqotdan fərqlənir. Blastula bir neçə yüz hüceyrədən təşkil olunsa da, ölçüsünə görə ziqotdan fərqlənmir. Ona görə bu da yanlışdır. 3 və 4 yanlışdır. Bu da C bəndində verilmişdir.
39-da dolayı yolla gedən inkişafın əhəmiyyətini özündə əks etdirmir. Sürfələr aktiv qidalanmaq üçün xüsusi uyğunlaşmalara malik olur. Doğrudur. Sürfə və yetkin fərd arasında yaşayış yeri uğrunda mübarizə aparılmır. Doğrudur, çünki hər birinin həyat tərzi fərqli olur. Bəzi orqanizmlərdə sürfələr növün yayılmasını təmin edir. Bəli, xüsusilə də bu oturaq həyat tərzi keçirən orqanizmlər üçün böyük uyğunlaşmadır. Sürfələr və yetkin fərdlər arasında qida uğrunda mübarizə artmır, əksinə azalır. Çünki onlar hər birinin həyat tərzi və qidalanması müxtəlifdir. Elə budur fərqli olan. Oturaq həyat tərzi keçirən orqanizmlərin sürfələri yeni ərazilər tutur. Bu da doğrudur. Sonra baxaq 40-cı suala. Hansı ifadə verilən cümləni tamamlamır? Deyir, birincidə, eyni orqanizmin bütün hüceyrələri çoxsaylı mitoz bölünmələr nəticəsində əmələ gəlir, eyni miqdarda DNT-yə malikdir. Doğrudur. Diferensiyasiyaya uğrayır və bu onlarda sintez olunan zülallarla əlaqədardır. Bəli, bu doğrudur. Çünki yəni zülallar fərqli olduğuna görə demək, həmin hüceyrələrə müxtəlif siqnallar gedir və onlar müxtəlif istiqamətlərdə diferensiyasiya edilir. Bu da doğrudur. Eyni genlərə malik olsalar da bütün genlər eyni vaxtda aktivləşmir. Bəli, müxtəlif yaş dövrlərində müxtəlif genlər aktivləşir və müxtəlif fəaliyyətləri təmin edilir. Müxtəlif genlərə, xeyr, eyni orqanizm müxtəlif genlərə malik olmur. Deməli, malik olduqları üçün müxtəlif orqan və toxumanın hüceyrələri funksiyasına görə fərqli olur. Xeyr, funksiyanın fərqliliyi bu sintez olunan zülallarla əlaqədardır. Yəni onlara gələn siqnallar fərqlidir. Genlərin müxtəlifliyindən əlaqədar deyil. Eyni genlərə malik olsa da müxtəlif orqan hüceyrələri öz quruluşuna və funksiyasına görə bir-birlərindən fərqlənir. Doğrudur. Sadəcə burada D bəndi demək yanlış oldu. İndi burada da 33-cü sınaq yekunlaşdı. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydındır və baxıb bəyənəcəksiniz videonu. Çox sağ olun, təşəkkür edirəm hər birinizə.